aparılan istənilən xidmət, istənilən fəaliyyət müqəddəsdir. Bugün biz Xəzərin sahilində bu müqəddəsliyin əksini sizə təqdim edəcəyik. Çünki qonağımız sözün əsl mənasında öz həyatını, ömrünü, gününü, fəaliyyətini, yaşantılarını, ruhunu hərb sahəsinə təslim edən bir insandır. Ehtiyatda olan polkovnik leytenant, Qərbi Azərbaycanlı və Qərbi Azərbaycan məhəbbətini, sevgisini öz ürəyində yaşadan və eyni zamanda bütöv Azərbaycanımız üçün ömrünü fəda edən Ələsgər müəllim Vəliyev bugün Xəzərin sahilindədir və əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, qapımızı deyil, qəlbimizi sizə ərmağan edirik və qapımızı döyənlər deyil, qəlbimizi döyənlər buyursun deyirik və sizin hər birinizi salamlayırıq və başlayırıq. Ələsgər müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Ələsgər müəllim, biraz hərbçi qarşısında dayanmaq məsuliyyət tələb eləyir, biraz da ciddiyyət tələb eləyir. İndi qarşılayan dəqiqələrdə ümid edirəm ki, bizi səmimi, xoş bir söhbət gözləyəcək. İnşallah. Necəsiniz? Təşəkkür edirəm, sağ olun, yaxşı olasınız, yaxşıyıq, şükür Allah'a. Ələsgər müəllim, Xəzərin sahilindəyik və bu mənim simvolik olaraq hər bir kəsə verdiyim bir sualdır. Çünki Xəzər sıradan bir məkan deyil. Xəzər öz mistikası ilə, sevgisi ilə, ruhu ilə, görüntüsü ilə və bugün də biraz dumanlıdır. Bax, bu pəcmürdə ruhu ilə hər zaman özünə məxsusluğu ilə seçilir və bura gələn qonaqlar ilk olaraq bir Xəzərimi salamlayırlar. Onun ətrafında gəzirlər, onun ruhunu öz içlərinə çəkirlər. Həmin o əhval-ruhiyyədən sonra həmən bu kürsüdə əyləşirlər. Siz də mənim Xəzərimlə salamlaşdınız, onunla söhbətləşdiniz və indi buradasınız. Və nə dedi o sizə? Bax, Qərbi Azərbaycandan ta bugünə qədər gəldiyiniz ömür yolunda Xəzərlə üzbəsurət dayananda nə hisslər keçirdiniz? Vallahi hisslər... Hərbçi insanlara biraz romantikadan sual vermək çətindir. Çətindir. Onun cavabı lap çətindir. Amma şeirlər yazırsınız deyə biraz cəsarətlənirəm. Nətər deyim, hər bir insanın doğulduğu, böyüdüyü torpaq yaşından asılı olmayaraq həmişə əziz olubdur. Mən də yəni bir Qərbi Azərbaycanlı kimi, bir Avabalı kimi orada doğulmuşam, böyümüşəm, yəni 18 yaşına kimi orada olmuşam və bu günə kimi də bir çox adamlar kimi mən də yuxularımı elə o doğma kəndimizdə görürəm. Ağbaba mahalı bilmirəm, indi mənə elə gəlir, yoxsa hamıya elə gəlir. Yəni, mənim üçün çox əzizdir. Çünki Ağbaba mahalının ilin 4 fəsli var da. Biz o fəsillərin hamısını canlı yaşamışıq orada. Yəni, qışı qış kimi yaşamışıq. Qış olub, məsələn, 1 metr yarım qar yağıbdır. Bu kitabda mən o şəkilləri qoymuşam, yəni baxa bilərsiniz. Məsələn, yaz fəsli dağların bir tərəfində qar olurdu, bir tərəfi yaşıl olurdu. Yəni, hiss olunurdu ki, bu yaz gəlir, təbiət oyanır. Məsələn, çaylar çağlayır. Məsələn, payızı, noyabr ayından bizdə artıq qar düşərdi, mal heyvan yığılardı içəri. Yəni, bizdə, nətər deyim, o 4 fəslin 4-ünü də canlı yaşamışıq da. Yayın da öz gözəlliyi var idi, hər tərəf gül, çiçək, məhsul bolluğu, məhsul toplanışı və s. Ümumiyyətlə, dağ adamları Xəzərin sahilində əyləşib, oranı vəsf edəndə, oranı xatırlayanda onların üz ifadələri tamamilə fərqli olur. Sanki onlar bu nədir ki, biz daha gözəlini görmüşük deyə bir tərz nümayiş etdirirlər. Vallahi elə mən də onu fikirləşdim ki, hansı formada yumşaq deyəsiniz onu. 30 ildən çoxdur, belə deyək də, indi biz burada məskunlaşmışıq Bakı şəhərində. Düzdür, indi bu illərin çoxsunu mən döyüş bölgələrində olmuşam, amma yəni ailəm burada olubdur. Yəni, Bakıda mən 2 fəsil görmüşəm, yay bir də qış. Heç qışı da o qədər sərt olmur Bakıda. Yəni, o birisi fəsillər hiss olunmur. Amma bizdə, məsələn,
Məsələn, götürürəm Novruz bayramı ərəfəsini də. Məsələn, çərşənbə axşamlarında, məsələn, su çərşənbəsi olanda bütün hamı səhər tezdən 5-də, 6-da durub gedərdi bulaq başına. Deyirdilər ki, o hansısa məqamda oradan bir dirilik suyu axacaqdı. Kim o sudan içsə, heç vaxt ölməyəcəkdi, belə daimi yaşayacaqdı. Və yaxud da o suyu gətirib cəmaət bir-birinin üzünə çiliyirdi ki, bu aydınlıqdır. Sonra məsələn, torpaq çərşənbəsi olanda mənim yadıma gəlir, qar əriyirdi, əsasən yollarda da, yolda hərəkət olduğuna görə və yoldan bir belə buğ qalxırdı, par qalxırdı göyə. Deyirdilər ki, yer nəfəslənir. Yəni biz bunu burada canlı görməmişik, amma orada biz onu gözümüzlə görmüşük ki, o yer doğrudan nətər nəfəslənir də, yerdən belə elə bil nəfəs çıxır. Ona görə də, nə bilim, vallahi, bizim üçün ora həmişə doğma olubdur. Mən elə bilirəm ki, indi bir söz deyim də. Dünyanın paytaxtı oradır. Yox, indi belə deyək. Biraz bunu siyasiləşdirək. Nə mənada? Məsələn, 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndə, yadınıza gəlirsə, bütün əhaliyə müraciət elədi ki, hamı silaha sarılsın, torpaqlarımızı azad edək. Yəni, haral olmağından asılı olmayaraq hamı silaha sarıldı və getdi, Qarabağda döyüşdü. Bəli, bəli. Füzuli əməliyyatı oldu, orada bir 20-yə yaxın yaşayış məntəqəsini biz azad elədik. İndi şükür Allaha bizim Müzəffər Ali Baş Komandanımızın sayəsində, İlham Əliyev cənablarının sayəsində torpaqlarımız da azad oldu, Qarabağ da azad oldu. İndi yeni bir konsepsiya işlənir. Mənə elə gəlir ki, bu böyük qayıdış məsələsidir. Yəni biz bu dədə-baba torpaqlarımıza, Ağbabiyə, Dərələyəzə, Göyçiyə, Zəngəzura, İrəvana qayıdacaq. Mən buna inanıram. 5-10 il bundan qabaq heç kim inanmırdı ki, biz Qarabağı qaytara bilərik. Amma bu, bugünkü gündə reallıqdır, hamı da bunu gördü. Bilmirəm neçə il çəkəcəkdir, amma şəxsən mən buna inanıram ki, o torpaqlar öz sahiblərinə qaytarılacaqdır. Biz ümid edirik və hətta biraz da irəli gedərək əminik ki, bu çox qısa zamanda baş verəcək. Çünki biz təcrübəmizdə gördük, həyat bizə bunu göstərdi, tarix bizə bunu göstərdi, nəticə bizə bunu göstərdi ki, biz 44 gün ərzində çox böyük bir addım atdıq və bütün dünya hərb məktəbində misli olmayan və eyni zamanda biz həm də mənəvi müharibədə qalib gəldik. Bilirsiniz, diplomatik müstəvidə öz həllimizi tapa bildik. Bu birbaşa dəmir yumruq öz mənəvi ruhunu da göstərdi. Mən həm Sovet ordusunda xidmət eləmişəm, həm də bizim Azərbaycan ordusunda. 1989-cu ildə mən Xabarovsk vilayətində xidmət edirdim. Orada bir kitabda qeyd eləmişəm, bilmirəm onu siz oxudunuz yoxsa yox. Deməli, bir dənə professor gəlmişdi, universitetin professoru. Dedilər ki, zabit heyəti ilə görüş keçirir. Bütün zabitləri topladılar zabitlər evində. Bizə də maraqlı idi ki, görək bu professor, yəni hər dəqiqə professor gəlib zabitlərlə söhbət eləmir də. Yəni bizə maraqlı idi ki, görəsən bu nədən danışacaqdı. O, hələ kommunist rejimi dururdu da, belə deyək. O vaxtda mən orada 2 dənə məqamı vurğuladı həmin professor və mən o məqamları indi sizə çatdırmaq istəyirəm. Biri Leninlə bağlı idi. Biz hamımız deyirdik ki, Lenin Komünist Partiyasının yaradıcısıdır, Sovetlər dövlətinin qurucusudur və s. və s. da. O professor birdən-birə gəldi, dedi ki, biz fikirləşdiyimiz kimi deyil. Lenin Almaniyanın casusu olubdur. Çünki o sürgündə olarkən məktub yazıb qardaşına, məktubda yazıb ki, mən ova gedəndə yıxıldım, mənim Belgiya istehsalı olan tüfəngim sındı
xahiş edirəm mənə Almaniya istehsalı olan bir tüfəng göndərin. Yəni deyir ki, bu nətər ola bilər? Sürgündə olan bir adam əlində tüfəng ova gedir və ovda bunun tüfəngi qırılır və s. Yəni bizim bilmədiyimiz şeylər dedi çoxdur. Amma indi tarixçilər bunu araşdırıb çıxardılar ki, yəni bax belə şeylər olublar. İndi bunu qoyuram qırağa, bu bizim üçün o qədər önəmli deyil. Bizim üçün önəmli olan nədir? Deməli, o professor dedi ki, Yerevandan tələbələr gəlmişdi. Deməli, SSR-nin bütün ali məktəblərinə dəstə-dəstə bölüblər, 3 nəfər, 5 nəfər bütün universitetlərə göndəriblər ki, gedin orada tələbələrlə, müəllimlərlə görüşün, söhbət eləyin. Qarabağ həqiqətlərini çatdırın ki, Qarabağ Ermənistanın torpağıdır, o bizə verilməlidir, birləşdirilməlidir və s. Və hesab da bundan götürülmüşdü ki, 10 ildən, 15 ildən, 20 ildən sonra 90-cı ildə olan tələbələrin 5%, 10%-i gəlib haradasa yuxarı böyük vəzifələrdə işləyəcəklər və onlar o gənc yaşlarında onların beyninə yeridilən o informasiyanı yadda saxlayıb gələcəkdə ermənilərə kömək eləyəcəklər. Yəni, özünüz bilirsiniz, Azərbaycanın özündə də bu təsdiqini tapıbdır ki, ermənilər burada gizli təşkilatlar yaradıblar, hələ Sovetin dövründə pul yığıblar, hesab açıblar, bütün erməni millətindən olan işçilərin hamısına pul yığıblar, bu məsələləri həll eləməkdən ötəri. Yəni, bu o qədər möhtəşəm bir işdir ki, bu 44 günlük müharibədə o dəmir yumruq deyirsiniz. Bax, o, nə bilim mən, 30 ilin, 40 ilin, 50 ilin, o diasporanın işini, bütün bax, o, bütün SSR-yə yayılıb o məlumatları yayan adamların hamısını o bir dənə dəmir yumruq məhv elədi, sıradan çıxartdı. Yəni, bu o qədər böyük bir zəfərdir, o qədər böyük bir qələbədir ki, nə bilim, vallahi mən söz tapmıram bunu ifadə eləməyə. Bilirsiniz, bax, nəfəs çəkmədən sizi dinləyirəm. Ələsgər müəllim, əziz tamaşaçılarımız, sizə bir haşiyəyə çıxım, P.S olaraq. Ələsgər müəllimlə mən görüşəndə, o mənə bu İbrat adlı kitabı verdi və söylədi ki, əgər siz bu kitabı oxumasanız, bizim danışmağa bir söhbətimiz olmayacaq. Yəni, hamımızın reallığımızdır ki, bugün kitab oxumaq məxsusi bir zaman ayırmaq deməkdir. Bu qədər qaynar həyatın içində biz nə qədər özümüzə bu zamanı ayıra bilirik və s. Amma mən bir gün ayırdım və bu kitabı vərəqləyəndə onun üslubu, elə sizin özünüzə də xitabən dedim ki, onun üslubu məni çəkdi. Çox yumşaq, qəlbə yatımlı, çox sadə bir üslubu var idi və yanaşması var idi və bu, orada olan hadisələrin daha tez mənimsənilməsinə səbəb oldu. Və biz ona qaydaq ki, bu kitab 2019-cu ildə yazılıb və 2019-cu ildə yazılan kitab hansısa bir çırpıntıların içində öz fikrini ifadə edən bir yazarın hissidir. Ümidlər var burada, görəsən nə olacaqlar var burada və artıq 2020-ni yaşadıq biz. 2020-nin sentyabrından noyabrına qədər olan o müddət burada yaşantıların bir neçəsinin cavabını verib. Bəli. Və siz hərbçisiz və mən istərdim ki, bax biz bilirsiniz, yenə dönək sizi daha yaxşı tanıtmağa. Missiyamız bundan ibarətdir. Çünki tamaşaçılara hər zaman belə insanları tanıtmaq, belə insanların fəaliyyəti, onların yaradıcılığı, onların həyat fəlsəfəsi, yaşam prinsipləri, bunlar bir nümunə olaraq həm tanıdılmaqda, həm də ki, gələcək nəslə bir örnək olmasına bir missiyadır. Yəni, bizim işimiz bundan ibarətdir. İnsanları tanımaq və tanıtmaq və bacardığımız qədər də yaxşı tanıtmaq. Bacardığımız qədər də onları müsbət yöndən vermək. Çünki bu bir təbliğat cərəyanıdır. Yəni, insanların yaxşı yöndən görünməsi və bu missiyanın gələcək nəslə ötürülməsi. Və mən yenə əvvələ gəlmək istəyirəm, yenə o kitabdan sitat gətirmək istəyirəm. Baxın, siz Lenindən danışdınız, orada bir sıra hərbi siyasi məqamlar var, orada öz əksini tapır. İndi bizə işarə edirlər ki, artıq reklamların zamanıdır, reklamlara ayrılacaq. Ondan sonra artıq biz buna dönəcəyik və sizin Ağbabada, Qərbi Azərbaycanlı olaraq, orada öz elində, obasında
gənc bir insanın məhz ilk hərbi təhsil alma qərarı və qardaşınız Qulunun sizə bir döş nişanı verməsi, yəni ki, bu döş nişanının sizin də özünüz daha geniş və ətraflı danışarsınız ki, bu sizə bilavasitə bir missiyanın uşaqlıqdan yüklənməsi demək idi, alın yazısı idi bu sizə. Çayınızdan bir qurtum için. Elə belə çay deyil ha, bu çay Hacı Seylon çaylarıdır və dadı ilə seçilir, rəngi ilə seçilir, özəlliyi ilə seçilir və siz də ümid edirəm ki, içib daha yaxşı kitablar yazacaqsınız. Əziz tamaşaçılarımız, qısa bir aramız var. Ələsgər Vəliyev Xəzərin sahilindədir. Kimdir Ələsgər Vəliyev? Hərbçidir. 1-ci Qarabağ müharibəsində, Sovet hərb məktəbində və bugün də 44 günlük müharibədə öz fəaliyyəti ilə Azərbaycan müstəqilliyinə qatqısı olan bir insandır. Qısa bir aradan sonra daha yaxından tanış olacağıq. Kanalı dəyişməyin. Reklamlarımız bitdi və Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik əziz tamaşaçılarımız və bugün Xəzərin sahilində maraqlı bir insan bizimlədir. Xəzər də bugün biraz dumanlıdır, biraz meyxoşdur bugün. Çünki biz, hətta bəlkə ona da ayan olub, hə Ələsgər müəllim? Biz bugün hərb tariximizdən danışırıq. Bugün biz Azərbaycanımızın, müstəqil Azərbaycanımızın çətin dövrlərindən ta bugünə gəlmiş bir yoldan danışırıq və bu yolda xidməti olan insanlardan danışırıq. Onların simasında Ələsgər Vəliyev bugün bizimlədir və polkovnik leytinant, ehtiyatda olan polkovnik leytinant və eyni zamanda bəlli bir həyat yolu keçən və öz ömrünü hərbə bağlayan bir insan, İbrət kitabının müəllifi, Qərbi Azərbaycanlı, Ağbabalı və bugün də Azərbaycan tarixini yaşatmaq üçün öz missiyasını davam etdirən bir insan. Və Ələsgər müəllim, gələk qaldığımız yerdən davama. Siz uşaqlıqdan hərb sahəsini seçdiniz və ilk hərbi təhsil alan adam oldunuz. Yəni peşəkar səviyyədə bunu həyata keçirdiniz və sizə Drujinnik medalını sanki verəndə qardaşınız elə sizə bu ömrü, bu taleyi, bu bəxti biçmişdi. Bu seçim bugünə qədər gələn yolunuzda və çox da çətin yoldur. Müxtəlif şəhərlər, müxtəlif ölkələr, müxtəlif xalqlar, yuxusuz gecələr, rahat olmayan evlər və s. Bax, bu nə qədər bugün xatırlayanda onu özü üçün təhlil eləyə bilir ki, yəni doğruydu mu? Mən keçdiyim yola görə peşman deyiləm. Yəni, bugün cavan olsaydım, yenə bu peşəni seçərdim. Amma təbii ki, biraz fərqli yanaşardım. Deməli, siz düz buyurdunuz, mən doğrudan da Ağbaba mahalından ilk kadr zabit olmuşam ki, yəni hərbi məktəbə gedib, hərbi təhsil almışam və leytinant rütbəsindən oradan buraxılıb, sonra Sovet ordusunda xidmət eləmişəm. Bu, mənim, nətər deyim, birinci siz vurğuladınız, qardaşım o Drujinnik nişanını mənə verəndə, onu belə bu yaxanın alt tərəfində taxırdılar, yəni qıraqdan görünməsin ki, bu Drujinnikdir, yəni bir ictimai əsayişə nəzarət eləmək üçün, yəni müdaxilə lazım gələndə gəlib göstərməlisən ki, bax, mən Drujinnikəm, yəni özünüzü yığışdırın, belə. Sonra o birisi qardaşım İsfəndiyar əskərlikdən gəldi, mən xoşlayırdım onun, o paltarı mənə böyük olsa da razmeyəcək, onu geyinirdim, onun da üstündə nişanlar var idi. Mənə nəsə belə simpatiya var idi bu hərbi geyimə. Sonra bir növbəti məqamda hansı ki, mənə təkan verdi bu zabit olmaq üçün. Mənim atam kənd Sovet sədri işləyirdi. Bizim kənddə çox uzqar bir kənd idi, orada Türkiyə ilə sərhəd idi. Orada deməli o komendatura var idi, Sovet ordusunun komendaturası, sərhəd komendaturası. O zabitlər uşaq doğulanda gəlirdilər atamın yanına ona metrik almaq üçün, doğum haqqında şəhadətini almaq üçün. Nə bilim, nikah haqqında biri evlənirdi, məsələn, gəlirdilər orada nikah bağlayırdılar, atam onu yazırdı.
Və mən o zabitləri görəndə ki, bunlar belə uniformada, qəşəng geyiniblər, ayaqqabılar, o vaxt indi çəkmək də ayaqqabı yox idi, çəkmə geyinirlər bura kimi, hamı belə par-par parıldayırdı. Boğaz maşını ilə gəlirdilər, nə bilim, qar çox olanda xizəklə gəlirdilər və yaxud da atla gəlirdilər. Və nəsə məndə belə bir simpatiya yarandı bu hərbiyə, ona görə mən qarşıma məqsəd qoydum ki, mən zabit olmalıyam. Və getdim, oxudum və mən gedəndən sonra deyim ki, yəni bizim Ağbabadan mən belə bir böyük təkan verdim. Bu kitabda şəkillər var. Yəni məndən sonra 9 nəfər o balaca kənddən, yəni 30 ailənin yaşadığı kənddən 9 nəfər zabit çıxdı, kadr zabit. Yəni hansı ki getdilər, hərbi məktəblər oxudular. İndi də onların bir neçəsi xidmətdədir. Bəziləri indi yaşı uyğun olanlar ehtiyata çıxıblar, amma hələ xidmət edənlər də var. Bax elə o kitabdan istinad edərək, o kitabdan, ümumiyyətlə bugün mənim qurduğum sualların böyük əksəriyyəti o kitabdandır. Bəli. Və orada bir neçə ibrətamiz fikirlər var. O fikirlərinizi oğurlamışam, xəbəriniz olsun və halallıq verin. Orada belə bir fikir var ki, deyir ki, atanı çox sevirsən, bir müdrikdən, Platon söyləyir. Atanı çox sevirsən, yoxsa ki, müəllimini, adam deyir ki, müəllimini. Aydın məsələdir, amma niyə sualına cavab verəndə, ümumiyyətlə, dahilərimizin bir çoxu müəllimlərə xüsusi önəm veriblər. Amma Platon onu belə əlaqələndirir ki, atam məni yerdən, göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Və bugün Ələsgər Vəliyev şəxsiyyəti dedikdə ki, verilişdən əvvəl mən sizlə görüşmüşəm və biz müzakirələr eləmişik və mən sizi daha yaxından tanıdıqca bir şəxsiyyəti açmağa bu birinci amildir. Və mən sizdə o nizam, intizam, o duruş, o xüsusi cilalanmış bir üslubu gördüm. Və bu müəllimlərə təbii ki və yaşam tərzinə birbaşa borclu olan bir səbəbdir. Müəllimləriniz, bax həyat müəllimləriniz, bizim 2 müəllimimiz olur da. Biri həyat müəllimi olur, bizə həyat dərsi keçir və bizi şəxsiyyət kimi formalaşdırır. Biri də bizim elmi müəllimimiz olur. Yenə bir haşiyə çıxacam. Olmuş bir şeydir. Bir dəfə auditoriyada müəllimimiz danışdı. Deyirdi ki, bir professor idi. Deyir, o professor olaraq danışanda, deyir, ona müəllimi dedi ki, kobud ifadə ilə, yəni sən az danış, mən sənin müəllimin olmuşam. Adam sonra cavab verdi ki, siz mənim müəllimim olmamışsınız, siz mənə dərs demişsiniz. Yəni, müəllim olmaq başqa şeydir, dərs demək başqa şeydir. Sizin üçün müəllimlər kimlər olub? Yəni, imza desəniz də olar, yəni ümumiyyətlə bir onun prototipini çizə də bilərsiniz. Çünki bu çox vacib amildir. Valla mənim üçün müəllim, deməli, əsl müəllim, birincisi mənim öz doğma bacım olubdur. Bu gün də Sumqayıt şəhərində yaşayır. Ceyran xanım. Ceyran xanım, bəli. O mənim Azərbaycan dili ədəbiyyat müəlliməm olubdur. Və mənim, nətər deyim, bu üslubumu mən ona borçluyam. Yəni, o mənim üstümdə işləyibdir, inşa yazdırıbdır, nə bilim, imla yazdırıbdır. Yəni, birinci növbədə mən özümü ona borçlu hesab edirəm, çünki onun əməyi çoxdur. Onu da əlavə edeyim ki, mənim 3 övladım var. Üçünün də Azərbaycan dili ədəbiyyat hazırlığını bacım gəlibdir, burada onları hazırlaşdırıbdır. Üçü də yəni, uyğun ballar yığıb, istədikləri yerə qəbul olublar, oxuyub qutarıblar. Yəni, bax, bu, mən hesab edirəm ki, mənim bacım, yəni bacım olduğu üçün demirəm, amma yəni əsl müəllimdir da, belə deyək, o dərs deməyibdir, əsl müəllim olubdur. Sonra onun bir həyat yoldaşı var idi, Vaqif müəllim, dünyasını dəyişibdir, rəhmətə gedibdir, Allah ona rəhmət eləsin. O da doğrudan da yəni çox belə mükəmməl bir müəllim idi. O müəllim, o uşaqlarla həm dostuydu, bizi elə ələ alırdı ki, bilmirəm də siz xatırlayarsınız yoxsa yox. Məsələn, o vaxtı biz uşaq olan vaxtları bir
Gənc Qvardiya filmi var idi. Malalaya Qvardiya rusların o vaxtki Varşavgrad şəhərində çəkilmişdi. Yəni orada o düşmənin içində o balaca uşaqlar nətər partizanlıq eləyirlər, xəbər aparır, gətirirlər, nə bilim nəsə hansısa tapşırıqları yerinə yetirirlər. Yəni bax o Vaqif müəllim bizi bir növ eləncə idarə eləyirdi. Yəni deyir siz mənim partizanlarımsınız. Yəni biz onun həmişə belə dəstəyini hiss eləyirdik. Ruh verirdi sizə, ruhlandırırdı. Arxamızda özü də belə kifayət qədər güclü müəllim idi, yəni fiziki cəhətdən. Ona görə biz hesab eləyirdik ki, yəni o bizim arxamızdadır, heç kim bizi yəni nə döyə bilməz, nə söyə bilməz, nə heç nə eləyə bilməz. Amma belə bir şey var idi. Özü də yəni müəllim kimi də çox mükəmməl müəllim idi. Allah rəhmət eləsin. Sizin özünüz də zaman-zaman artıq bir müəllimlik missiyasını həyata keçirdiniz və sizin özünüzə də müəyyən bir mənada insan taleləri etibar olundu və siz əsgərlərə eyni zaman həm hərbi məktəbdə dərs deməyiniz, həm də ki əsgərlərlə bərabər onlara komandirlik etməyiniz, islah olunmaz insanları islah etmək. Bax, bütün bunların özü də bilavasitə o xüsusiyyətləri özündə tapıb tətbiq etməkdir ki, əks halda sən onun qarşılığını çox reflektor olaraq pis ala bilərsən. Sən o qədər o islah olunmaz adamın iç dünyasına varmalısan, o qədər onun o incə ruhunu tutmalısan ki, o sənə tabe olsun. Bax, bunu necə müəllimlərə də bir mesaj olar, gənc müəllimlərə? Deməli, mən bir il Lvov şəhərində xidmət elədim, hərbi məktəbdən sonra. Ora bir nümunəvi bir hərbi hissə idi. Orada qanun pozuntusu deyilən bir şey yox idi. Yəni, elə bir nümunəvi hərbi hissə idi ki, mənim gənc zabit kimi vəsiqə qazanmam orada keçdi. Bəlkə də onun da çox rol oldu. Sonra mən getdim, bir ildən sonra getdim Saxalin adasına xidmətimi davam eləməyə. Orada elə bir bölüyə gəldim, düşdüm ki, deməli, təsəvvür eləyin ki, 2 nəfəri döyüb öldürüblər əskər. Əskərlər öz əskər yoldaşlarını. 4 nəfər türmədə, yəni o öldürdüklərinə görə salıblar içəri. Zabitlər içəri girməyə qorxurlar. Bax, belə bir, nətər deyim, qeyri bir nizami qayda olan bir hərbi hissədir də. İntizamsız bir yer. İntizamsız da, yəni dəhşət də, yəni o hərbi hissəyə zabitlər getməyə qorxurdular. Yəni təsəvvür edin, elə bir vəziyyət idi. Mən gəldim, düşdüm ora, qısa müddət ərzində, 6 ay ərzində mən o bölüyü alayda birinci yerə çıxartdım. Bütün göstəricilərinə görə. Hansı, bax, nədən başladınız? Nədən başladım? Niyə onu başqaları edə bilmədi, amma siz eləyə bildiniz? İndi deyim də, mənim işləməyə həvəsim var idi. Birincisi, insanın özündə gərək həvəs olsun. Həvəs olmazsa, elə o gəldim, burada göründüm, çıxdım, getdim, yox. Yəni, mən məqsəd qoymuşdum ki, bu pis bölüksə, mən bunu mütləq yaxşı eləməliyəm. Mən fikirləşdim ki, o Jhukovun bir sözü var, deyir ki, ordunu mən idarə eləyirəm, bir də çavuş, serjant. Yəni, mənim verdiyim əmri axırıncı o çavuşun ağzından çıxır o əmr. Əskərin üstündə, yəni sonuncu əmr onun adından verilir də. Ona görə mən fikirləşdim ki, rast ki, burada zabit heyəti yoxdur, mən bu çavuşlar, yəni normal çavuşlar yığıb, onlardan özümə dəstək alıb, qayda qanun yaratmalıyım. Çavuşlarla söhbət elədim, hansı yerində qalıb, mənim tapşırıqlarımı yerinə yetirəcəyinə söz verirsə, mən onları saxladım. Hansı istəmirdisə, mən onları ştatdan kənar çıxartdım və onların yerinə kim ki istəyirsə bu işləri görmək, mənə kömək eləmək, o adamları təyin elətdirdim vəzifəyə və onlarla da birləşib biz orada qayda qanun yaratdıq. 6 aydan sonra, yenə deyirəm, yəni, mən orada 4 il xidmət elədim, 4 il ərzində nə bir nəfər ölmədi, nə bir nəfər həbsə getmədi, heç bir pis şey olmadı. Amma onu deyim. Deməli, mən bu nailiyyətlərə görə, mənim haqqımda Krasnı Zvezda
bütün SSR, yəni Sovet dövləti üzrə bir hərbi orqanı idi da, qəzet orqanı. Yəni o hər adama qismət olmaz ki, Krasna Zvezda qəzetində onun haqqında məqalə yazsınlar. Mənim haqqında yazıblar. Suvorov Natis qəzeti var idi, orada yazıblar. Mən orada partiya təşkilatının katibi olmuşam öz bölüyümdə. Hərbi hissənin, birləşmənin partiya komissiyasının üzvü olmuşam. Ondan sonra hərbi tribunalda xalq iclasçısı olmuşam. Yəni, nə bilim, o qədər enerjim var idi ki, hər yerə xərcləyirdim o enerjini, yenə də qurtarmırdı. Belə o qədər gördüyüm işdən ləzzət alırdım ki, yorulmaq bilmirdim. Bilirsiniz, bir sözünüz var, yenə də o kitabda qeyd edirsiniz ki, tərbiyəvi iş suya bənzəyir, suya qənd atan, şirin suya bənzəyir. Kənardan görünmür, amma içəndə sən onun dadını hiss edirsən. Bəzən bax, siz dediyiniz o enerjini, siz dediyiniz o şövqü insanlara tətbiq edirsən, onun dadını içəndə, yəni o nəticəsində bilirsən. Bax, bu bir insan üçün böyük amildir ki, bax, bugün necə şövqlə danışırsınız, necə maraqla danışırsınız. Ələsgər müəllim, işarə eləyirlər yenə reklamlarımızın zamanıdır. Ona görə çaydan bir qurtum içək, siz də həmçinin bax, bu Hacı çayından içəcəksiniz, fasilə verəcəyik və biz sizinlə olan bu söhbətimizdən zövq alırıq və biz əminik ki, siz də bax, bu danışdıqlarınızın fövqündə tamaşaçımıza ötürdüyünüz enerjini yansıda bilirsiniz. Yansıda bilirsiniz? Yansıda bilirsiniz. Qısa bir aramız, reklamlardan sonra buradayıq. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Biz alırıq, dəmləyirik, içirik, zövq alırıq, televizor qarşısında əyləşirik və bunu da sizə tövsiyə edirik. Reklamlarımız bitdi. Əziz tamaşaçılarımız, Xəzərin sahilindəyik və Ələsgər Vəliyevin daha yaxından tanıdılması üçün biz buradayıq. Niyə? Çünki o Azərbaycan hərb sahəsində öz sözünü demiş insanlardandır və bugün öz əsəri ilə, öz yaşantıları ilə, öz belə deyək, dəlil sübutu ilə qarşımızdadır və bugün biz müstəqil, qalib Azərbaycanın vətəndaşıyıq və bu yolda xidməti olan insanları göstərməyi, vəsf eləməyi özümüzə mənəvi borc bilirik. Qaldığımız yerdən istərdim davam eləyək, çünki mən əminəm ki, bir hərbçi üçün bu məqamlara xüsusi diqqət yetirmək nə deməkdir? Deməli, mən çox yüksək nailiyyətlər əldə elədim o hərbi hissədə. Bayaq sadaladığımda neçə yerdə mənim haqqımda yazdılar, qəzetlərdə, jurnallarda, komissiyalar gəlirdi, yoxluyurdu, yəni görürlər ki, hər şey idealdır da. Bütün bunlara rəğmən orada mənim həyatımda bir dəyişiklik baş verdi. Dəyişiklik nə ilə bağlı idi? Onu vurğulayım ki, o hərbi hissə, Saxalında xidmət elədiyim hərbi hissə, Quruqişanın tabiliyində olan hərbi hissə idi. Yəni, Baş Kəşfiyyat İdarəsinin, Geniştabın Baş Kəşfiyyat İdarəsinin tabiliyində olan hərbi hissə idi. Və ona da elə bil nəzarəti Uzaq Şərq Hərbi Dairəsinin kəşfiyyat rəisi nəzarət edirdi. Bir məqamda, yəni o kəşfiyyat rəisi vəzifəsinə erməni bir general təyin olundu və o gəldi bizim hərbi hissə ilə tanış olmağa. Hərbi hissə komandanlığı da məni bir qabaqçıl zabit kimi, hərbi hissənin ən yaxşı zabiti kimi təqdim elədi ki, bax, bu Vəliyev Ələsgərin bölüyündə hər şey idealdır, orada heç kimi döymür, heç kimə artıq hərəkət eləmir. Yəni, hamı xidmətlə bağlı, xidmətini aparır. Yəni, bir mükəmməl bir atmosfera, sağlam atmosfera yaranıbdır orada. İndi hərbi hissə komandanlığı elə bildi ki, bu general bəyənəcək, sağ ol deyəcək, amma erməni xisləti hər yerdə olduğu kimi o saat bunun beynində bir reaksiya getdi ki, bu Azərbaycanlı burada belə yüksək nailiyyətlər əldə edibdir. Ələsgər müəllim, bax o dövrlər 90-lardan artıq siz Rusiyada xidmət göstərdiyiniz zaman artıq ölkəmizdə, öz vətənində baş verənləri görüb laqeyd qalmamaq məsələsi, ümumiyyətlə Azərbaycana gəlməyiniz və bax burada uşaqların, mən orada xidmət göstərən insanların, şəhidlərin şəklidir. Bax,
buna qədərki dövr və bundan sonraki dövrdən istərdim ki, danışasınız. Deməli, o erməni general Ustyan məni xəyal qırıqlığına uğratdı. Yəni, o boyda nailiyyətlərdən sonra gördüm ki, artıq mənim karyeramın qarşısında bir kres qoyuldu. Sədd çəkildi. Ona görə də mən də qərara gəldim ki, vətənə qayıtmaq lazımdır. Müdafiə Nazirinə ərizə yazdım və o ərizəyə əsasən yerimi dəyişdirdim, gəldim Azərbaycana. Azərbaycanda da vəziyyət bilirsiniz, gərgin idi. Ermənilər başlamışdılar təxribatlar törətməyə, kəndlərə hücum edib adamları öldürürdülər. Və burada ordu quruculuğuna bir ehtiyac yaranmışdı. Mən də bir kadr zabit kimi fikirləşdim ki, mən mütləq bu ordu quruculuğunda öz sözümü deməliyəm. Ələsgər müəllim, bax, söhbətimizin bu məqamında İsa Qasımov, bax, onun da sizin haqqınızda fikirləri var və hesab edirəm ki, bu fikirlər bax, bu dəqiqə, bu an sizin üçün çox dəyərlidir və biz də sizi tanımağımız üçün bir vasitədir. Biz İsa müəllimi də dinləyək, ondan sonra qaldığımız yerdən davam edərik. Polkovnik İsa Qasımov. Mən Ələsgərin Azərbaycan Silahlı Qüvvələrində xidmətinə başlayan ilk komandiri olmuşum. Bizim ilk tanışdığımız Ələsgər müəllimlə indiki Biləcəridə olan Çarıq məntəqəsində baş tutdu. O zaman cavan bir gənc mayor idi. Ordu quruculuğunda da belə hazırlıqlı zabitlərə böyük ehtiyacımız var idi. Hələ tam olaraq ki, biz hərbi hissəmizin əmri də hələ çıxmamışdı. Biz fevral ayının təqribən ortaları olardı indi. 30 ildən vaxt çıxıb, tarixi biraz ola bilər ki, bir gün, 2 gün orada tərəf ola bilər. Və bir gənc mayor yaxınlaşdı mənə və mənə məruzə elədilər ki, belə bir zabit gəlib. Çox sevindim bir insan kimi, çünki hazırlıqlı, hərbi təhsil görmüş hər bir zabitə bizim böyük ehtiyacımız var idi. Bilirsiniz, ordu quruculuğunda ordunun əsas dirəyi zabit heyətidir. Dəvət elədik, tanış olduq. 92-ci il fevral ayının 20-sində Müdafiə Nazirinin əmri oldu ki, mayor Vəliyev Ələsgər artıq sizin zabitdir. O zaman bizə təyin olundu divizyon komandiri vəzifəsinə. Və bizim də Ələsgər müəllimlə ilk hazırladığımız Ural maşınları üzərinə KPVT pulemyotlarından qoyub hava hücumuna müdafiə sistemini yaratmaq oldu. Yanılmırsa 4 dənə biz maşın hazırladıq. Onların heyəti ilə müəyyən biz təlimlər keçəndən sonra göndərdik döyüş bölgəsinə. Getdi. Yəni o birbaşa buradan göndərirdi Laçın bölgəsinə. O 4 bizim maşın. Ələsgər müəllimə mənim bir sualım var, amma sualı verməmişdən öncə Ələsgər müəllim, sizin fəaliyyətinizi, sizin xidmətinizi deyəcək, sizin haqqınızda fikir bildirəcək dostlarınız var. Onlardan biri sizin cəbhə yoldaşınız, döyüş yoldaşınız Qurban Qurbanovdur. Gəlin Qurban Qurbanovun sizin haqqınızda fikrini dinləyək, daha sonra qaldığımız yerdən davam edərik. Olar mı? Olar. Qeyd edim ki, mayor Ələsgər Vəliyevlə yay aylarında Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə birgə fəaliyyətində olmuşdur. Hücum əməliyyatı zamanı əsasən Ağdaban-Çapar istiqamətində mayor Ələsgər Vəliyev mənimlə birgə hücum əməliyyatlarında yaxından iştirak etmişdir. Bu hücum əməliyyatları zamanı hərbi hissənin bölmələri Ağdərə istiqamətində bir çox kəndlərin azad olmasında iştirak etmişdir. Belə ki, hərbi hissə həmin dövrdə Sərsəng su anbarının yanından ötən köməkçi yolun təmizlənməsində hərbi hissənin tərkibində mayor Ələsgər Vəliyev bilavasitə iştirak etmiş və həmin döyüşlərdə yaxından öz fəaliyyətini şəxsiyyəti ilə birlikdə göstərmişdir. Həmin dövrdə
digər istiqamətdə, digər hərbi hissənin bölmələri Tərtər, Sərsəy su anbarı istiqamətində iştirak etmiş və bizim hərbi hissə ilə Sərsəy su anbarının önündə görüşmüşdülər və bu yolun açılmasında yaxından iştirak etmişdir. Döyüşlərin birində Mayor Ələsgər Vəliyev mənimlə birgə piyadaların döyüş maşınında hücumda iştirak etmiş və həmin piyadaların döyüş maşını döyüş zamanı bir çuxura düşdü və biz o həmin maşını oradan çıxarmaq üçün şəxsən mənə Mayor Ələsgər Vəliyev yaxından kömək və dəstək göstərmişdir. Eyni zamanda onu da qeyd edim ki, Mayor Ələsgər Vəliyev mənim xatirəmdə qorxmaz, cəsur bir zabit olaraq qalmışdır. Ali rütbəli zabitdə dərin ixtisas biliyi olmağı ilə yanaşı, Azərbaycan Respublikasının konstitusiyasına hörmət, yüksək ziyalılıq, mənəvi zənginlik, əxlaq saflığı, məslək sevgisi, analitik düşüncə, dürüstlük, sədaqət, cəsarət, fədakarlıq, tabe olmaq bacarığı, ünsiyyət mədəniyyəti və digər müsbət qabiliyyətlər olmalıdır. Bu qabiliyyətləri özündə ehtiva edən insana əlbəttə ki, şəxsiyyət deyilir. Şəxsiyyət formalaşması iki başlıca amilin, 60% irsiyyətin, 40% mühit tərbiyəsinin qarşılıqlı təsiri ilə həyata keçirildiyini yaxşı anlayan müsahibim ailə mühiti, ictimai mühit və ətraf mühit, yəni relyef doğulduğu yerin vacib olduğunu çox gözəl dəyərləndirirdi. Hətta o, gərgin zamanlarda Şeluxinin ona qarşı sui-qəsd cəhdinin boşa çıxdığında da öz pünhanını Allahın lütfüne bağlayırdı. Bir hərbçi taleyində neçə yaşanmamış məqamlar, neçə yaşanmamış səhifələr var. Bax beləcə enişli yoxuşlu hərb taleyinin ən kövrək anı ilə təsirləndirdi bizi qəhrəmanımız. Yəni yenicə atalıq hissini yaşayan gənc Ələsgər artıq hərbin diktəsi olan ölüm dirim anında "Ah, kaş ki oğlum Hüseynlə bir şəklim olardı" deyir və gözünü vətən üçün əbədi yummağa hazır olduğu halda o gözlərin madər balası üçün açıq qalacağını hakamlığını yaşayır. Baxmayaraq ki, o balaca Hüseyn vaxtilə cəbhədə şəfqət bacısı kimi atası ilə çiyin-çiyinə döyüşən qəhrəman Nüşabə ananın etibarlı qucağında uyuyurdu. Və beləliklə müasir Azərbaycan quruculuğu, hərb tariximiz və yaşananlar, ən yaralı yerimiz bizim Xocalımız. Xocalı hadisələri zamanı hərbin təmsilçisi olmaq da ayrı mənəvi məsuliyyət idi. O dövrün ən ağrılı anını əlbəttə mən orada olmalıyam, hətta daşıdığım bu hərbi geyimdən utanıram, biz qalib gəlməliyik deyib özünü hərb meydanına atır. Belə də, yəni rəsmi olaraq 1992-ci ilin fevral ayının 20-sində mən xidmətə başladım. 25-də 25-nə 26-na keçən gecə Xocalı faciəsi törədildi və mən artıq şəhərdə gəzə bilmirdim. Deyirdim ki, imkan ola nə qədər tez bacarıb bu bir dənə hərbi hissə yaradıb getməliyəm döyüşə. Azərbaycan ordusunda ilk zenit raket artilleriya diviziyonunu yaratdım. Təqribən 100 nəfər əsgərlə bir yerdə getdim döyüşə. Bax, o 100 nəfər əsgərdən də 27 nəfər şəhid verdim. Yəni biz əslində zenitçilər döyüş düzülüşündə arxada olmalıdırlar. Öndə motatıcı bölmələr olmalıdır. Amma vəziyyət elə gətirirdi ki, biz elə motatıcı kimi əlimizdə olan silahlarla döyüşə girirdik, vuruşurduq. Siz o şəkli zəhmət olmasa verin mənə. Bu bilirsiniz, yəqin ki divardan asmısınız bunu. Bu sizin üçün çox önəm kəsb edən bir Bəli, mən bunu özümdən, bu mənim öz şəhidlərimdir. Bunlar çoxsu mənim yanımda şəhid olublar, çoxsu mənim qolumun üstündə canını tapşırıbdır.
Həm imkan olanları özüm dəfn eləmişəm, olmayanları göndərmişəm. Yəni bax belə bu acıları yaşamışam. Bilirsiniz Ələsgər müəllim, bütün ağrı-acılarınız hamısı bəşəri ağrı-acılardır. Bütün dünya müharibə yaşayanda eyni ağrı-acını yaşayır, doğma itirir və bütün bunların hər biri hərbçi həyatından keçirsə bu daha. Bax, bu insanların hər birinin özünün öz ruhu, ətri, səsi var. Bunları itirmək nə demək? Yazmış olduğunuz ibrət kitabı hər kəs üçün bir ibrətdir. Görüşəndə də dedim, indi də təklif edirəm ki, onu 2020-dən sonra onun motivini zənginləşdirərək daha geniş şəkildə oxucuların ixtiyarına verəsiniz. Sizə təşəkkür edirəm, çox sağ olun. Varlığınız üçün, həyəcanınız üçün, vətən deyib qol qaldırmanız üçün və bu gün də onu tarix olaraq yaşatmanız üçün və böyük həyəcanla kaş ki bunu hamı bilsin və yaşasın deyə bir tətbiqiniz üçün təşəkkür edirəm sizə. Sağ olun. Var olasınız. Və əziz tamaşaçılarımız, biz bir vətəndaş, Azərbaycan vətəndaşının həyatına yol açdıq, hərbçi Azərbaycan vətəndaşının. Vətən öz ərazi böyüklüyü ilə deyil, vətəndaşının böyüklüyü ilə ölçülür. Və ərazimizin bütövlüyü üçün əlindən gələni əsirgəməyən bir qəhrəmanımızın bugün həyat hekayəsini dinlədik. Ələsgər müəllim, bax bu çay, mən əminəm ki, bugün sizin o böyük xidmətdən sonra evinizdə sevdiklərinizi, əzizlərinizi qarşınıza belə süfrə başında əyləşdirib içəcəyiniz bir çay olacaq. Buyurun, əyləşin və Azərbaycanımız, müstəqil Azərbaycanımız öz ailə dəyəri ilə, ailə ocağı ilə və birlikdə yaşamaq mənsubiyyəti ilə gözəldir. Və ona görə də hər birinizə, evinizdə, ailənizdə xoş arzu niyyətlə gözəl bir isti çay içməyi biz arzu edirik, xoşbəxtlik arzu edirik. Hər zaman evinizdən ruzu bərəkət, əskik olmasın. Verilişin baş sponsoru Hacı Seylon çayları.